Salam, hər vaxtınız xeyir olsun. Sizlərlə maraqlı bir sual izaha baxaq. Sual barış yayınlar kitabından istifadə olunur. Və sizlərdən xahişim, suala baxmamışdan öncə birinci özünüz cəhd edin, daha sonra izahına diqqətlə dinləyək. Deməli, bizdən A plus B plus C cəmi soruşulur və bunu birbaşa tapmamız mümkün deyil. Bunu artıq birinci mərhələdə tapmaq lazım gəlir. Bir dəfə, deməli, x-in yenə baxın, hasillərə diqqət edin. X-ə 0 qoysam bu da 0 olur, bu da 0 olur. Avtomatik biz B-nin qiymətini tapmış oluruq artıq. Bir dəfə x-in yenə 0 qiymətini qoyaq. X bərabərdir 0 olan zaman, deməli, bu bizə 6 bərabərdir. B vur, mənfi 1 qiymətini verdi. Buradan da B-ni mənfi 6 tapmış oluruq. Diqqətli baxaq. X yenə 0 qoydum. Bu da 0 oldu, bu da 0 oldu. Burada isə mənfi 1 vur B elədi. Oradan da B-ni mənfi 6 tapdıq. İndi X-in yenə 1 qiymətini qoyaq. X-in yenə 1 qiymətini qoyan zaman isə 1 üstəgəl 1 üstəgəl 6 o da bərabərdir. A vur 0, çünki B-dən 1 çıxdım 0 elədi. Üstəgəl B vur, yenə də bu B-dən 1 çıxım 0 elədi. Üstəgəl C vurulsun. X yenə 1 qiymətini qoyanda C vur 2 elədi. Buradan da 2C bərabərdir 8. C də bərabər 4 qiyməti vermiş oldu. Üçüncü addımda isə X-in yenə mənfi 1 qiymətini qoyaq. Yəni edirik ki, biz əslində belə deyək də, tək-tək hamısını sıfıra çevirməyə çalışdıq. Buradan diqqət edirsiniz ki, X yenə 1 qoyanda bu sıfır olar. Eyni şəkildə bu da sıfır olar. Sonra X yenə mənfi 1 qoyanda bu sıfıra çevrilir. Və əmsaldakı X-ləri də bizim diqqətimizi çəkib, orada X-in yenə isə 0 qoysam daha bir kök tapa bilərəm. Yəni bu şəkildə qoyacağımız qiymətləri təxmini olaraq müəyyən edə bilərdik. Deməli, X yenə 0, 1 və mənfi 1 qiymətlərini qoyuruq. X yenə mənfi 1 qiymətini qoyanda isə 1 minus 1 üstəgəl 6 o da bərabərdir. Deməli, mənfi 1 qoyanda mənfi A vur mənfi 2, üstəgəl B vur 0, üstəgəl yenə C vur 0 eləmiş olur. Buradan da 2A bərabərdir 6. A-nı isə 3 tapmış olduq. Deməli, A-nı 3, C-ni 4, B-ni isə mənfi 6 tapdıq. Bizdən bu üçünün toplamı istənilir. Yəni, mənfi 6, üstəgəl 3, üstəgəl 4. Bu da bizə verdi 1 qiymətini. Cavab oldu C variantı. Növbəti suallarda görüşərik. Əksi olur.